Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə miniatür ocaq hazırlayacağım. Süni şamdan hazırladım. Kənar hissələri üçünsə gil xəmir istifadə eləmişəm. Gil xəmirdən də olar. Mən gil xəmiri Trendyoldan sifariş vermişəm və kanalımızda ətraflı video və linki var. Eyni zamanda seramik xəmir də olar. Çünki seramik xəmirində hazırlanmasını yenə videomuzda paylaşmışam. Və onu da deyim ki, heç biri əlinizdə yoxdursa, adi alçı, yəni şpaklyovka deyək, ondan özünüz xəmir hazırlayıb bu formada miniatür ocaq hazırlaya bilərsiniz. İçəri hissəsində odun yaxud köz görüntüsü olması üçün bir neçə kiçik kardon qırıntısı yapışdırdım. Daha sonra içəri hissəsinə odun formasını vermək üçün istəsəniz qara quaş boya yaxud da qara dırnaq lakından hazırlamaq olar. Parlaq olması üçün mən qara dırnaq boyasından istifadə elədim və daha sonra qırmızı dırnaq boyası ilə yanmış köz formasını o görüntünü əldə etmək üçün bir neçə yeri boyayacağam. Və artıq ocağımız tam hazırdır bu formada. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.